Bugün ayın 6 Aprel 2025-ci ildir. Allah Teala tekrar nasip elədi, gəldik Cənnət-i Rozaya daxil olduq. Cənnət-i Roza bilirsiniz, desə də belə məlumat vermişik. Peyğəmbərin mübarək qəbri ilə minbərin arasıdır və hədisdə də var. Hər kəs bura girər, 2 rükət namaz qılar və Allahdan nə diləsə, nə arzu etsə, Allah Teala onun arzularını yerinə yetirər və dualarını rədd etməz. Biz də zavarlarımızla birlikdə bu müqəddəs yerdəyik və qarşıda görürsünüz Həzrəti Fatibə Zəhranın evinin girişi, o yandırılan qapının da buradan görsənir. Allah Teala bu gözəl ziyarəti hamıya nəsib eləsin və burada bu müqəddəs yerdə etdiyimiz duaları öz dərgahında qəbul eləsin inşallah. Allah Teala sizləri də bu gözəl ziyarəti nəsib eləsin. Biz bu yerdə heç bir Azərbaycanlıları fərqi yoxdur Azərbaycanda ya Azərbaycanda qıraqda olan, yaşayan bacı qardaşlarımızı unutmuruq, dua etirik. Allah Teala övladı olmayana övlad nəsib eləsin, evi olmayana ev nəsib eləsin, işi olmayana iş nəsib eləsin. Allah Teala bütün xəstələrə şifa inayət eləsin. Allah Teala şəhidlərimizin ruhu şad eləsin. Allah Teala şəhid analarına səbir versin inşallah. Qazilərimizə şifa inayət eləsin. Hər yerdə olduq, sizi unutmuruq və unutmayacağıq da. İnşallah Məkkədə də sizə çoxlu dualar edəcəyik. Çox sağ olun, var olun.